Hello motiler potiler, necəsiniz qızlar? Nə var nə yox? Dedim bugün ev təmizlik vlogu çəkməyim. Çünki ürəyim bugün təmizlik eləmək istəmir. Bugün prosta günlük nələr eləyirəm bu barədə vlog hazırlamışam sizin üçün. Yuxudan dururam, birinci adi suyumu içirəm. Sonra üstündən bir dənə acı kofe içirəm, şəkərsiz kofe içirəm. Və günə daha enerjili başlayıram. Çünki kofe içməyəndə daha çox yuxulu oluram. Düzdür, gün orta ismenlik qızım, yəni gün orta ismeni oxuyur, amma yenə də. Nəysə, evim həmişə kimi köçüyor, amma dediyim kimi evə əl gəzdirməyəcəm. Elə olduğu kimi də buraxıb işimi gücümü gedib görəcəm. İnarsız, yəni narahat olmuram da buna görə. Nəysə, gəldim. Birinci kofemi içəndən sonra da mən artıq 2 ilə yaxındır ki, arada bir bəzən ara verə elirdim. Bəzən isə daha çox hər gün eləməyə çalışıram. Bir stəkan adi suya 1 xörək qaşığı və yaxud da 1 yarım xörək qaşığı təbii alma sirkəsi töküb içirəm. Bu mədəyə çox xeyirdir qızlar. Yəni mədəsində problem olanlara mən elə bilirdim ki, olmaz. İllərdir ki, bunu bilirdim ki, ac qarna limonlu su, sirkəli su, belə şeylər içmək olmaz, mədəyə ziyandır. Amma bunun səhv olduğunu öyrəndim. Bir neçə xarici diyetologlara və s. belə həkimlərə qulaq asdım. Sən demə, səhərlər elə ac qarna mədəyə limon suyu və yaxud da sirkəli su içəndə bu mədədəki turşuluğu artırır və yediyimiz yeməklərin içərisində olan vitaminlərin daha tez parçalanmasına və yediyimiz yeməklərin daha rahat həzm olunmasına kömək eləyir. Mən özümdə gördüm, şəxsən bunu xeyrin gördüm. SPF-imi də çəkdim. Qızım durana kimi biraz buralara dedim əl gəzdirim. Bugün çöldə biraz işlərim var idi. Elə evdə də axşam yemək pişirmək və s. belə işlərim qalıbdı. Ona görə dedim ki, nə qədər ev təmizlik vloqu olar, həm siz bezərsiniz, həm özüm. Ona görə arada bir belə fərqli vloqlar paylaşacağım. Baxarsınız inşallah. Burada yerimizi yenə başdan getdi yığıram. Gəlib mənə deməyin də ki, ay o ədyalı necə qatlayır və s. Belə qatlayıram, dinağaraq. Nəysə, burada biraz qızımı qıdıqlayıb eləyirəm. Kızım da oyanana kimi, əl-üzün yuyana kimi dedim, heç olmasa biraz yerimizi yığım, biraz səlqəli görsənsin. Bu ədyallar belə qatlama texnikasını da təzə öyrənmişəm. Yastığın altına qoyanda daha səlqəli görsənir. Əvvəllər kravatın üstünə uzandırıb, qatlayıb kravatın üstünə uzandırıb örtüyü çəkəndə elə bil kravatın altında kimsə yatır. Amma belə qatlayıram, yastığın altına qoyuram. Hələ özdə mən 2 dənə ədyalda yatıram deyə ikili qatlayıram. Heç bir-bir də ayırıb qatlamıram. Bütün əziyyətli işlərdən qaçıram da bir sözlə. Burada saçım biraz burulmuşdu ona görə və biraz yaxşı durmurdu. Belə bir hava feni almışdım. Keçən il Arzumun markasınındır. Trend yoldan almışdım. Bilirəm ki, soruşasınız. Ona görə özüm dedim. Qəşəng istifadə eləyirəm əslində. Yaxşıdır, işə yarayır. Yəni mənim saçım çox buruqdur. Buradakı hələ uklatkalı saçım idi. Uklatkalı deyəndə keçən dəfə də bu fenlə fenləmişdim. Və indi üstündən gedirəm ki, biraz daha çox səlqəli qalsın. Bu gün qızımı məktəbə qoyandan sonra gedəcəm Elsi Vakikiyə, oradan biraz baxım eləyim. Qonşu qız da gedir. Onun qızı ilə mənim qızım paralel sinifdə oxuyur. Elə onunla bir yerdə gedəcəm. Biraz ora baxım görüm nələr var, nələr yoxdur. Baldızımın ad günü də gəlir, gəlinimizin də ad günü gəlir. Gəlinimizə əslində göz üçün serum alacağam. Kollagen tərkibli serum var. O ondan xoşlamışdı. Keçən dəfə özüm almışdım. Ondan istəyirdi alsın. Elə yaxşı üst-üstə düşdü. Onu alacağım ona. Baldızıma da dedim, gedim oradan Elsi'dən baxım görüm nə var, nə yox. Və biraz burada hazırlaşıram. Çox yox, biraz yüngülvari makiyaj eləyəcəm. Harasa bir yerə çıxmaq olanda qızlar 2 dəqiqə ilə hazırlaşıram ki, inarsız çox tez, əlim çox sürətli işləyir. Həm əlim, həm özüm çox sürətli işləyirəm ümumiyyətlə. Deyəndə ki, tutaq ki, yoldaşım harasa gedək, 2 dəqiqə biz hazır oluruq da, yəni o dərəcədə çox tez hazırlaşa bilirəm. Digər ki, məni bir dənə vaxtımı alan, məni bir dənə yarı yoldan döndürən mənim əkizlər bürcü olmağımdır və paltar seçməyimdir. İnarsız, yəni dəhşət dərəcədə çox fikrim dəyişir paltar baxımından. Tutaq ki, harasa gedirəm, nəyəsə geyinirəm, qapıdan çıxa-çıxda hər şey hazır. Qapıdan çıxanda deyirəm ki, yox, bu paltarı istəmirəm, bunu geymək istəmirəm bugün. Tamam başqa şey dəyişirəm. İndi gəl onları təzədən kombinləşdir. Ona görə mənim bir dənə paltar seçmək işim bəzən uzanır, bəzən isə 2 dəqiqəyə hazır olub çıxıram. Burada da qızımın dəftər kitabını hazır eləyirəm. Hamısını yığıram çantasına.
Kızımın çantasını yığdıqdan sonra ona yemək qabısını hazır eləyəcəm. Qabın birinə qoz, fındıq, ləpə belə şeylər qoyuram ki, onu yesin, enerjilənsin, həm də vitamindir. Meyvə çox yemirik biz. Heç olmasa dedim ki, bunlardan yesin. 2-3 dənə qoz qırıram, biraz da fındıq, balqabaq tumu və s. belə şeylər əlavə eləyirəm. Suyunu doldururam. Bir də yemək qabısına isə baxır nələr qoyacağam. Məsələn, səhər əgər yaxşı yeyirsə evdə, şirin çay, qaymaq, şor çörək belə şey və yaxud da tost eləyirəm, bunu yeyirsə, məktəbə keks qoyuram və yaxud da evdə yüngülvari yeyirsə, məktəbinə tost eləyib qoyuram. Belə. Bu gün isə məktəbə yenə keks qoyacağam. Çünki istəmişdi ki, məndən şor, qaymaq, şirin çay belə şeylər yesin. Ona görə məktəbə artıq belə şeylər qoyuram. Oh my god. Onu qaymaq şorla çörəyi belə qarışdırıb qoyuram ki, rahat özü yesin. Mən də gəlirəm burada geyinəm eləyəm. Bu aralar qızlar hava məni dəhşət çox çaşdırır. Bilmirəm ki, necə geyinəm. Nazik geyinirəm, çöldə üşüyürəm. Qalın geyinirəm, çöldə istilənirəm. Bu gün də yenə külək dünyanı dağıdır. Axşamdan pizza eləmişdim, çox ac idim. Dedim heç olmasa biraz pizza yeyim ki, enerjim olsun. Çünki dediyim kimi biraz gec gələcəm evə. O vaxta kimi çox acaram. Son vaxtlarda biraz çox acanda yemək yeyəndən sonra məni əsməcə tutur. Bilmirəm ki, niyə? Deyirlər ki, şəkər dalğalanması olur gec yeyəndə. Ona görə çalışıram ki, heç olmasa azdan çoxdan azma nəsə atam. Burada da qızımı hazırlaşdırdım, elədim və düşürük aşağıya. Kızımı da məktəbə qoyandan sonra gəldim Elçi Şaykikiyə, Baleli demiş. Gəldik bura, həmin o qız, yanımdakı qonşu qız, o da baxırdı, paltar alasıydı. Da uşaqlar üçün çox qəşəng paltarlar gəlmişdi, yeni sezon. Bunları sizə çəkdim ki, göstərəm. Çox xoşuma gəldi. İnşallah gəlib bunlardan alacam qızıma. Bunların da qiymətləri ilə tez-tez belə qısa-qısa oradan-buradan çəkdim ki, sizə də göstərəm. Əslən mən loxluyurlar burada. Əslən mən loxluyurlar burada. Qəpiyi görmürəm. Amma alacam deyim. Nə olacaq? Buna belə şeylər sevmirəm. Daha belə şeylər istəyərəm Humaya alım. Çox qalındır bu. Ha, bu yaxşıdır. Humaya almışdım bundan. Mən də bunun şeysini almışdım. 25 manat. Evet, nə başa götürəməyəm. Ne geçti? Ne güzel mutlu oldum. Qonşu qız o hədiyyə alacağı uşağa belə bir şalvar seçdi. Onu da onun gözündən saldım. Yazıq qız gəldiyinə də peşman oldu. Dedim bu nə şalvardı? 8-9 yaşında uşağa alırsan, heç olmasa rəngli şeylər al. Bilmirəm siz necə bəyəndiniz qızlar, yoxsa onu da deyərsiz zəhmət olmasa. Belə bir qızlar üçün koftalar var idi. Videoya baxanda, editləyəndən sonra baxıram ki, ancaq qız uşaqları üçün çəkmişəm paltarları.
Bilmirəm, yəqin ki, məndə də qızdı ona görə. Sonra gəldim burada böyüklər üçün olan paltarlardan da biraz çəkdim və biraz paltarlara baxdım, elədim. Burada da bu çantanı götürüb getmək istəyirdi. Qızlar, bu köynəyi bəyənmişdim mən baldızım üçün, amma şəklini göndərdim ona, o bəyənmədi. Dedi ki, alma istəmirəm. Ona görə mən də almadım. Qızlar, bu sini jaketə baxın, qırmızısı da var idi. Çox bəyəndim onu. Baldızıma onu almaq istəyirdim, amma o istəmədi. Dedim da gəlmişəm də, o pulu istəyirdim xərcləyəm. O da sağ olsun istəmədi. Özümə aldım o jaketi. Dedim əli boş qayıtmayım. Və buradan gəldim Aliviyə. Burada o istədiyim gözaltı kremdən axtarırdım. Ondan deyil idi bu. Sonra gəldim Real Beauty-yə. Həmin o özümə aldığım gözaltı kremlə tapdım. Krem deyəndə serumdur. Tapdım ondan. Kollagen tərkiblidir, budur. Tapdım bunu da gəlinimizə aldım. Baldızıma heç nə ala bilməmişəm hələ ki. Sonra qızım yoldan məni qaytardı bura Qutumutuya, dedi. O da onun podruqasının qolbağısından görüb bəyənib. Dedi, gedək mənə qolbaq alaq. Elə şey olar ki, bir şey yola çıxırıq, bir şey alırıq, qızıma heç nə almayım. İnarsız, yəni bu uşaq məni müflis eləyəcək də. Neyse 2 manat idi, yaxşı ki. Bunu da ona aldım və evə yollandım. Neçədir? 2 manat. Mən istəmirəm, yoxsa o. Özün seç hansından istəyirsən. Niyə eyni? Elə. Tamam. Qəşəng bir dənə cücəm var idi. Cücə deyəndə də qızlar biraz gülürlər. Rayondan gətirmişdi. Sağ olsun, yoldaşımın xalasigil qoymuşdular. Allah canlarını sağ eləsin, təmizləyib elib qoymuşdular. Gətirdim onu, dedim nə qədər təkcə cücə bişirəcəm. Gətirim onu bu dəfə qreçka ilə eləyim. Yoldaşımın ən sevmədiyi yeməkdir qızlar, qreçka yeməyi. Amma dinləyim, həmişə aş, nə bilim sup, təkcə cücə bişirəsi deyiləm ki, arada bir fərqlilik lazımdır da. Ağız dadımızı dəyişmək lazımdır. Keçən dəfə qardaşım gələ bizə qonaq çağıranda orada yenə cücə bişirmişdim. Yanında da balıq ləvəncisi bişirmişdim. Çox güman ki, o videoya baxmısınız. Orada xanımların bəziləri yazır ki, o qədər qonağı 3 kartof, 1 soğandan yola verdiniz və s. belə elə. Yəni mən evimə qonaq çağırıramsa, özümü də çağırdığım o qardaşım girdi də, ən yaxınlarımdır. Onları da mən bilirəm kim nəyi nə qədər yeyir. Onlara uyğun olaraq mən o süfrəni hazırlayıram. Yəni həqiqətən insanları bəzən başa düşə bilmirəm ki, yəni hər şeyə söz elədin, hər şeyə lağ elədin, hər şeyə söhbət tapıb danışdın bir tərəfə. Amma de gəlib ki, başqasının süfrəsində o kartofu, soğanı sayacaq qədər bekarsansa, da mənim sənə sözüm yoxdur. Deyir ki, mən nə bilim heç öz ailəmizə 6 kartof bişirirəm, nə bilim nə ilə. Get bişir day bacım, mən neyim? Bizdə bu qədər yeyirlər. Mən öz ailəmizə uyğun bişirirəm. Cücənin hər tərəfini bişirməyəcəm, çünki çox olacaq qreçkanın yanında. Mən istəyirəm ki, hər şeyi təzə-təzə bişirəm. Az eləyirəm, təzə-təzə eləyirəm. Yeyiləcək qədər eləyirəm. Nəm 4-5 tikə seçdim. Onları qaynadıram biraz, bir 15 dəqiqə falan belə biraz qaynadıram ki, yumşalsın. Qalanını da yığıram. Həm filesini ayrı kloka yığıb saxlayıram. Bəzən salat eləyirəm onu. Yarısını da belə ayrı salafanlayıram. Onu saxlayacağam ki, gələn dəfə nəsə bişirəndə bunu da ora əlavə eləyim. Yəni mən yenə deyirəm qızlar, evimizdə nə qədər yeyilirsə, gün mən 8 ildən çoxdur ki, mən ailəliyəm. Mən uşaq deyiləm ki, az yemək eləyəm, heç kimə çatmasın. Burada o qədər dediniz ki, ver uşaq eləsin, nə bilim uşaq pis öyrənir, təmizlik eləmir və s. belə elə. Qızım qızışıb düşüb ortalığa da. İndi təsəvvür edin, görün hər tərəfi necə də tərtəmiz eləyir. Gah tosturanı ora qaldırır, gah bura qaldırır. Fakir olub mənim balam, gücü də çatmır. Nəysə qızlar, burada gətirdim. Soğanımı doğrayıram, eləyirəm. Qreçkanı bişirəcəm. Qreçkaya mən soğan, pomidor belə qovururam. Sonra qreçkanı əlavə edirəm. İndi eləyəndə, pişirəndə görəcəksiniz. Mən o cür bişirirəm və biraz da bulyon olanda bulyon əlavə eləyirəm. Bu cür mən daha çox sevirəm. Evdə də belə yeyilir. Düzdür, yoldaşım sevmir, amma yeyir yəni. Ağzı nə deyeməsin, mən pişirmişəm. Və soğan çox idi deyə, ona görə yarısını cücəni qovurmağa ayırdım, qoydum. Yarısını da qreçka ilə pişirməyə ayırdım, qoydum. Pomidorumu da belə soyub doğrayıram. Yenə mən çox danışdım. Siz biraz videoya baxın.
Və qızlar, yeməyim artıq hazırdır. Yoldaşım üçün də ayırdım, verdim. Uşaq da yedi, özüm də yedim. Hamımız doyduq, narahat olmayın. Hələ onun işinə də ayırdım, qoydum sabaha. Hələ ki mən burada yekunlaşdırıram vlogumu. İnşallah tezliklə yenə bir vlog çəkəcəm. Orada yenə danışarıq. Hələlik.